Azəvə Cəllə sənin köməyində olar. Gör, qardaşlıq nə qədər fəzilətli bir şeydir. Və qardaşlıq üçün insanın təqvası və axirəti olmalıdır. Yəni, nə deməkdir bu? Axirəti düşünməlidir insan. Sırf qardaşlıq edirsən, axirət üçün elə. Qardaşlığı nəyəsə görə eləmə, müəyyən şeylərə görə. Əgər nəyəsə görə qardaşlıq eləsən, müvəqqəti olacaq. Axirət üçün eləsən, davamiyyətli olacaq, bərəkətli olacaq. Amma nəyəsə görə o şey qutarandan sonra gedəcək, qalmayacaq. Və qardaşlar qiyamət günü dostlar olacaqlar. Yəni, əsl mömin qardaşlardan, ibadət əhlindən söhbət edir. Allah Azə və Cəllə ki, Əl-əxilləu yevmə idin ba'duhum li ba'din adu illəl-muttəqin. ki, o gün bütün dostlar bir-birinə düşmən olacaqlar, müttəqilərdən başqa. Müttəqilər bir-birinə dost olacaq, qardaş olacaq, yaxın olacaq, hətta qiyamət günü. Hətta onlar danışacaqlar, bir-birinə deyəcəklər ki, biz dünyadakən belə deyirdik, belə deyirdik, belə edirdik, belə yerə getmişdik. Sevinəcəklər. Yəni, qardaşlar, dünya və axirət qardaşlardır. Bəzi alimlər deyirlər ki, bu hədis insanlarla müamilənin əslidir. Hansı hədis? La yu'min ahadakum hatta yuhibba li akhihi ma yuhibbu li nafsihi. Sizdən biriniz özünə istədiyini qardaşı üçün istəməyincə iman gətirmiş olmaz. Həmişə qardaşlarla müamilədə, əgər qardaşlığın qorunması üçün bu hədis özəy hədislərdəndir. Əgər o qardaşa elədiyin şey sənə olunsaydı, sənin xoşuna gələrdimi? Əgər gəlməz idisə, onda sən eləmə. Onda o şey eləmə. Əgər yox gələrsə, xoş düşənsə, onda sən də elə. Ona görə alimlər deyir ki, qardaşlığı qorumağın iki əsası var. Birinci əsas əqidə üzərində, doğru mənhəc üzərində birləşmək. Bilir ki, doğru mənhəc olsa insanlar birləşəcək. İnsanlar doğru əqidə üzərində birləşirlər. Və sünnə insanları birləşdirir. Və atasimu bi hablillahi cemi'an və la təfərraqu. Allahın ipindən möhkəm yapışın, ayrılmayın. Birləşdirir sünnə. Amma bidətlər, xurafatlar, sünnəyə müxalifətçiliklər insanları